Bunu da götürmə qaydası. Hop. Böyle ehtimal çəkilər oğurlanmasın deyə. Biz bura bir növ Azərbaycanın Miami Beach deyə bilərik. Fantastik aparatlar belə əllə eləyir, belə sonra belə fırladı. Hop. Military press də deyirlər buna. Burada qeyri-adi bir hündürlükdə lat-puldan aparatı var. Ya da bu formada Scott Crawl eləyə bilərsiniz kantellərlə. Hamıya salam dostlar, mən Vasif. Yeni TV videosuna xoş gəlmisiniz. Bugün Bakının Gənclik Parkında yerləşən çöl zalı ilə tanış olacağıq. Bu səfərimizdə Bakıda ilk çöl zallarından biridir. Xırda zalı sizlə yüngülvari, çöl zalının yüngülvari tanış eləyim. Zalı sizdən əvvəl gəldim. Biraz baxdım aparatlara. Demək olar bizə lazım olan hər bir əzəl qrupu üçün aparat var. Ayaq var. Bəlkə bir-bir yoxlayaq aparatlara. Birinci bu aparat var. Ayağı aparatıdır. Çəkləri belə göstərim. Bura çəkinin minus tərəfidir. Çəkini gətirirsiniz. Buradan belə. Bu formada, yəni çəkinin yerləşdirmə qaydasıdır. Biraz sistem fərqlidir burada. Burada çəkilər 25 kilodur. Ayaq aparatı olduğu üçün, amma hər aparata görə də çəkilər dəyişir. Bir də burada yüngül 2 kilolar da var. Bunun eləmə qaydası normal prisidaniyadır. Avtomatik özü qalxır. Bu formada. Hop. İşləmək olur. Burada da kilidi var ki, işləyəndən sonra düşməsin deyə. Sonra burada uşaqların elədiyi çiyin aparatı var. Uşaqlar eləsin, sonra göstərərik. Gəl. Getdilər uşaqlar. Göstərmək olar. Bunu həm upright row eləmək olur, həm də press vurmaq olur çiyin üçün. Bunu da götürmə qaydası. Hop. Ağırdır. Çox ağır. Ağır çox. Bu da çiyin üçün pressdir. Bu formada. Military press də deyirlər buna. Bu formada çiyinin ön hissəsinə sonra barbelin upright row elədiyimiz bu hərəkət var. Elə ki, bir aparatda 2 dənə hərəkət işləyə bilərsiniz. Bu da çiyin üçündür. Sonra gəl. Burada bench press'in aparatı variantı var. Bir dənə dezavantaj var ki, yəni orta boylular üçün tutuşlar çox genişdir. Amma alternativ olaraq yanlardan tuta bilərsiniz. Hoppa! Bu formada. Hop. Yəni boy geniş olanlar üçün də burada düzü tutuşlar biraz genişdir, amma yenə də eləmək olur. Bu formada. Bu da sinə üçün ümumi benchdir. Orada da yenə çəkləri düzgün sal çıxarda eləyə bilirsiniz. Burada bir dənə çiyin var, shoulder press. Burada da yenə tutuşlar biraz qalındır. Tutmaq biraz çətinlik yaradır. Yəni ələ tam uymur. Və yaxud belə eləmək istəsən belə də uymur. Hündürboy adamlar eləyə bilər əslində, barmaqları uzun olanlar. Formada alınır. Amma yenə elə ki, bu tutuş mənim üçün daha əlverişli gəldi. Belə eləmək eləyə bilirsiniz. Burada qeyri-adi bir hündürlükdə lat-puldan aparatı var. Biraz dizaynını başa düşmədim. Ayaq üstəmi, oturubmu eləyirsən? Tutuşları o birisi çox ağırdır. Tək bunu lat-puldan kimi belə işləyə bilərsiniz və yaxud biraz qırağa çəkilib belə vura bilərsiniz. Bu da kürək üçün lat-puldandır. Orada bir dənə də row aparatı var, onu göstərəcəm. Biraz bura gəl. Burada qol qabağı körlü üçündür aparat variantı. Bu formada. Amma bunu deyim, çox da dizaynı xoşuma gəlmədi. Hissiyatı və vuruş nöqtəsi çox negativ kimi gəldi. Bu formada qol qabağı bisepsi işləmək olur. Burada və qeyri-adi şəkildə 3 dənə ayaq aparatı var. Düz onları göstərməyəcəm. Bu leg press'dir. Oturub bu formada. Hoppa.
Tək-tək də bu formada. İstəsəz tək-tək eləyə bilərsiniz. İstəsəz 2-2 də eləyə bilərsiniz. Burada da hamısının öz çəkiləri var. Və burada əlbəttə ki, skoruslar var. Attım 5'e getdin. Gəl. Burada leg raise var. Bunun səhv eləmirəmsə 2 tutuşlusu da var. Həm qabağa qaldırmaq üçün, həm ayağın arxası işləmək üçün. Bu formada. Burada istəsəz dəstək də vermək olur. Çəkilər prosto biraz saltxard eləmək çətinlik yaradır. Çəkini aşağıdan qaldır, yuxarı gətir. Buradan gətir, aşağı elə. O tərəfdən biraz dezavantajı var. Böyük ehtimal çəkilər oğurlanmasın deyədir. Bu formada işləmək olur. Bir də burada trapez sumu var. Şıraq eləyə biləcəyiniz. İstəsəz geniş tutuş, istəsəz bu tutuş var. Bu formada. O tərəflərdə turnik şeylər var. Bəlkə də qoca yaşlı insanlar üçün fantastik aparatlar var. Belə əllə eləyir, belə sonra belə fırladır. Fantastik şeylər var. Yaşlı adamlar üçün nəzərdə tutulur və uşaqlar üçün durmaşa biləcəkləri pilləkən sistemi belə deyək var. Burada row var. Kürək üçün. Burada da yenə çəkiləri salçıqard eləmə şərti ilə bu formada. Hoppa. Row eləyə bilərsiniz kürək üçün. Burada niyə ki? Burada qantel sistemi var, zəncir var, zəncirlənib. Burada həm yüngül çəki var. Buradaşlar yüngül çəkidir. Buradaşlar da ağır çəkidir. Ən ağır çəki səhv eləmirəmsə 30 kilodur. 5 kilo vurulub. Bir də burada qantellərlə. Amma böyük ehtimal zəncirlər gələr qantellərə. Burada ya bu formada istəsəz, ya bu formada, ya da bu formada Scott Curl eləyə bilərsiniz qantellərlə. Ya da oturub çiyinin yanları üçün, qabağı üçün hamısını eləyə bilərsiniz. Bir də ortadakı aparat. Ortadakı aparat ancaq brus, paralel qol. Bir də turniki vurmaq üçün daşı bağlayırsınız bu formada. Və qaqaşın elədiyi kimi. Qaqaşın elədiyi kimi turniki burada vurmaq olur. Turnik sistemi də çoxdur. Burada var. Hər bir boy raziməyinə uyğun. Bir də burada bu tutuş var. Belə. İstəsəz burada flag da dura bilərsiniz. Belə. Amma onu eləyə bilmirəm. Zal. Yəni zal deyəndə çöl zalı. Çöl zalı üçün əslində yaxşıdır. Gəncə ərazisində və ya yaxınında qalırsınızsa gəlib məşq edə bilərsiniz. Amma imkan və şərait olandan sonra açıq çöldə məşq eləmək çox da necə deyək, əlverişli deyil. Birincisi soyuq havada necə məşq edə bilərsən, tərləyərsən, gəlib xəstələnərsən. İkincisi yayda da bir o qədər tərləyərsən, buradan uzaq yolu necə gedərsən və yaxud evə necə gedərsən. Amma imkanı və şəraiti olmayanlar üçün qəşəng avadanlıqlar var. Demək olar hər əzələ bölgəsində işləyə biləcəyiniz və hətta ayağa qədər belə varsa, çünki çox adam ayağı işləmir, istifadə eləmir, onu burada eləyə bilərsiniz. Ayaq, sinə, çiyin, kürək, qol qabağı, qol arxası və hətta orada preslər də var. Pres hətta buradadır. Qabra. Burada pres də var. Həm bel pres eləyə bilərsiniz, həm burada normal qarnı işləyə bilərsiniz. Bu zala çöl zalına verəcəyimiz qiymət 500-dən 3,5-dır. O da nəyə görə olduğu, daşların salçıqar sistemi biraz qəlizdir. Bu da böyük ehtimal çəklərin oğurlanmaması üçündür. Çəklərin oğurlanmaması üçün və uyğun gəlmədiyi üçündür. Gəncə ərazisində yerləşir. Metrodan çıxanda Dədə Qorqud Parkının üzbəüzdür. Gəlib məşq eləyə bilərsiniz. Çöl zalı ilə tanış ola bilərsiniz. Bura bir növ Azərbaycanın Miami-Beach deyə bilərik. Heç nə, çöl zalını da tanıtdıq. İnşallah növbəti zal videolarında görüşmək üzrə. Məşq eləyin, məşqsiz qalmayın. Videonu bəyəndinizsə abunə olub yorum yazmağı unutmayın.